Sənə psixoloji bir sualım var. Əgər həyatın bir film olsaydı, necə bir film olardı? Filmdə sənin rolunu hansı aktyor oynayardı? O aktyorun hansı xüsusiyyətləri var? Bununla bağlı düşünməyini istəyirəm. Cavabını aşağı hissədə yaz və videoya bundan sonra izləməyə davam et. Və yaxud da yazmaq istəmirsənsə, özün üçün yadda saxla, videonun sonunda bu sualı niyə soruşduğumu başa düşəcəksən. Bəzi insanlar var ki, həyatında həmişə başqalarını günahlandırmaq, öz ailəsinin ona yaşatdıqlarını xatırlamaq üçün sanki yaşayır. Hər dəqiqə sosial mediada gördüyü məzmunlardan və yaxud da özünü müşahidə etdiyi öz davranışlarında olan məqamlardan valideynlərinlə bağlı hansısa bir fikir, hansısa günahlandırma məqamı aşkar edir və bunun əsasında həyatını davam elətdirir. Ola bilər ki, sən uşaq vaxtı yetərincə görülməmiş, sevilməmiş, dəyər verilməmiş, müqayisə olunmuş, öz qardaşın və yaxud da bacınla müqayisə olunaraq daha aşağı səviyyədə görülmüş bir uşaqsan, uşaq olmusan. Ağır travmatik təcrübələrin olub, travmatik təcrübələrdən keçmisən və bununla bağlı çox düşünürsən ki, indiki həyatında həmin o təcrübələrin rolu böyükdür və hal-hazırda həyatının bir çox hissəsini o təşkil edir. Sən öz həyatını idarə etməkdə çətinlik çəkirsən. Mən bundan razıyam. Hər insanın böyüklükdə, yəni yetkin olduğu dövrdə yaşadığı məqamlar, situasiyalara verdiyi reaksiyalar onun uşaqlıq təcrübələrindən çox əlaqəlidir. Amma bugünkü günümüzdə diqqət yetirsəniz, sosial mediada olan o paylaşımlar və yaxud da insanların psixoloqa müraciət etməsinin, burada bəzi insanlar qeyd edirəm, səbəbi məhz kimisə günahlandırmaq, öz ata-analarını hansısa davranışların bir səbəbi kimi görməkdir. İndi qayıdıram bayaq sənə verdiyim suala, hansı ki, həyatın bir film olsaydı, o necə bir film olardı? Orada hansı aktyor sənin rolunu oynayardı? Bu sualı yəqin ki, cavablamısan öz-özlüyündə. Cavablamamısansa, cavablamağını tövsiyə edirəm. Çünki burada artıq sənin həyatdakı mövqeyin təyin oluna bilər. Məsələn, filmin adına gəlsək, o filmə necə bir ad seçmisən? İlk növbədə bunu düşün. Əgər filmə həddindən artıq dəbdəbəli bir ad seçmisənsə, burada ondan şübhələnmək lazımdır ki, sən həyatda özünü olduğuna daha yüksək göstərməyə meyillisən və çatışmayan bir şeyləri hiperkompensasiya edirsən, yəni boşluqlarını dəbdəbə ilə, göstərişlə doldurmağa çalışırsan. Əgər sən həddindən artıq zəif və yazıq gəlinəcək bir ad seçmisənsə, insanların hisslərinə toxunacaq, ola bilsin ki, sən həyatda qurban rolundasan. Hamının sənə yazığı gəlməsini istəyirsən, hamının sənə bu nələr yaşayıb, həyatda nələr görüb deməyini istəyirsən. Daha sonra filmin mövzusuna nəzər yetirsən, o film dramatik filmdir, daha sonra komediyadır, yaşanmış bir faciədir. Necə bir film seçmisən? Bununla bağlı düşün. Əgər filmin faciədirsə, bax gör orada sənin həyatına bağlı hansı detallar var. Dediyim kimi, uşaqlıq hadisələrini hal-hazırda böyüdüb həyatının bir senarisinə çevirirsən, yoxsa başqa bir məqsədlə bu məzmunda hekayə, film yaratmağı seçmisən. Komediyadırsa yenə də burada bax, ola bilər ki, sən həyatda hər şeyə vecsiz yanaşıram deyib müəyyən hisslərini görməzdən gəlirsən. Daha sonra filmin səndə yaratdığı hisslər, o filmin içərisində hansı duyğu daha çox hakimdir? Biz hansısa film izləyəndə o film izləyən zaman müəyyən hisslər yaşayırıq. Amma o hisslərin içərisində biri çox qabarıq olur. Siz də indiyə qədər izlədiyiniz filmlərdə bunu açıq-aydın müşahidə edə bilərsiniz. Diqqət yetirsəniz, sən indi bu yaratdığın filmin içərisində hansı duyğular hakimdir? Bunlara nəzər yetirməyini istəyir və ən əsas məsələ sənin yaratdığın qəhrəman, yəni sənin rolunu oynayan şəxs necə bir obrazdır? Onun xarakteri xüsusiyyətlərinə bax. Bəzən biz özümüzün rolunu oynayan bir şəxsi həyatda özümüz həyatda necə isə o şəkildə təqdim edirik. Bəzən isə özümüzdə olmasını istədiyimiz xüsusiyyətləri ona yükləyirik. Bəzən isə həyatımızda fərqli bir insan olur, hansı ki biz ona nifrət bəsləyirik, amma bir tərəfdən də ona bənzəməyə çalışırıq. Hansı rolda sən göstərməyə çalışdın? Filmində hansı roldadır o şəxs? Buna nəzər yetir və onun xarakteri xüsusiyyətlərinə diqqət elə. Bu arada buranın mənzərəsi niyəsə diqqətimi çəkdi. O qədər də sizə xoş gəlməyə bilər. Amma
Mən qarşı tərəfə keçmək istəyirdim. Bu çiçəkli ağacı gördüm, sonra düşündüm ki, burada çəkiliş eləyə bilərəm. Məncə maraqlıdır. İndi qayıdırıq yenidən söhbətimizin davamına. Mən qeyd etdiyim kimi, bəzi şəxslər var ki, sosial mediada gördüyü statuslardan səbəb-nəticə əlaqəsi quraraq həyatında ana atasını günahlandırır. Mən deyərdim ki, hər bir insanın həyatında belə bir mərhələ olur. Günümüzdə də bu çox aktualdır. Siz mənim səhifəmə də giriş etsəniz, orada görərsiniz. Hə, sən bunu yaşamısansa, valideynlərin bunu edib. Valideynin səndən məsuliyyət tələb edirsə, valideynin səni başqalarına müqayisə edirsə, bu sənin xarakterində necə özünü göstərə bilər. Bununla bağlı postlar paylaşıram. Reels videolar çəkirəm. Amma burada məqsəd valideynləri günahlandırıb səni təmiz çıxarmaq deyil. Burada məqsəd səndə fərqindəlik qazandırmaqdır. Sənin günahkar olmadığını qeyd etməkdir, hansı ki, bu məsələnin birinci mərhələsini özündə etiva edir. Yəni ki, biz hər birimiz uşaqlıq dövründə müəyyən dırnaqarası travmalarla qarşılaşmışıq. Beynimiz həyatda qalmağımız üçün bizi situasiyalarda müəyyən qəlib reaksiyalar verməyə alışdırıb və hal-hazırda da o reaksiyaları veririk. Verdiyimiz reaksiyalar da həyatımızdakı hadisələri nizama salır və bu da əslində bizim özümüzün taleyimizi formalaşdırmamıza bizə dəstək olur. Bəzən düşünürük ki, biz bir insan olaraq sadəcə yaşayırıq və bizim taleyimizi başqaları formalaşdırır və yaxud da Tanrı dediyimiz, yaradıcı dediyimiz bir varlıq bizim həyatımızı idarə edir. Bizim həyatımızın idarəsi tam olaraq ondan asılıdır. Amma mən belə deməzdim və indiyə qədər əldə etdiyim təcrübələr sayəsində bunu öyrənmişəm ki, əslində bizim yaşam təcrübələrimiz, reaksiyalarımız, verdiyimiz qərarlar və s. bunların hamısı kompleks şəkildə bizim həyatımızı formalaşdırır. Və biz nə qədər ki, bu həyatımızı formalaşdıran reaksiyalarımızı, qərarlarımızı və digər məsələləri görməsək, buna qədər, qismət, taley deyib başqalarını günahlandıracağıq və yaxud da axına təslim olaraq həyatımızı bu şəkildə yaşayacağıq. Deməyə çalışdığım odur ki, bu videonu izləyən şəxs həyatında yolunda getməyən bəlkə də nələrsə var. Bəlkə də bu yolunda getməyən bir şeylərə görə kimisə qınayırsan. Bəlkə ümumiyyətlə qınamırsan, hər şeyə vecsiz yanaşmağa çalışırsan. Bəlkə də ata-ananı günahlandırmırsan, onları müqəddəs hesab edirsən, onları bağışladığını düşünürsən. Amma reallıqda heç də bağışlamamısan, yenə həyatında nələrsə baş verir və sən bunun niyə baş verdiyini anlamırsan. Mənim sənə olan sözüm budur ki, ilk növbədə həyatımızda baş verənlərin öz iradəmiz altında olduğunu dərk etmək lazımdır. Yəni həyatımızda olan situasiyaların bir çoxu öz iradəmiz altındadır. Hansı ki, bunun əksini iddia edənlər də var. Onlar da mənə şəxsidə yazıb öz fikirlərini bölüşə bilərlər. Mən belə düşünmürəm. İlk növbədə burada nə etmək lazımdır? Yəni biz ata-anamızı günahlandırmayaq, uşaqlıq təcrübələrimizə baxmayaq. Neynəyək bəs? Neynəyək ki, biz psixoloqa getmədən öz həyatımızı nizama salaq? İlk addım həqiqətən də özümüzü müşahidə edib, həmin davranışlarımızın uşaqlıq təcrübələrinin əlaqəsini kəşf etməkdir. Misal üçün, həyatınızda bir gün ərzində nələr yaşayırsınız, hansı hissləri keçirirsiniz, hansı situasiyalar sizə daha dərin təsir edir? Bunları müəyyən etmək ilkin mərhələdir və öz fərqindəliyin başlanğıcıdır. Məsələn, tutaq ki, iş yerində yaranmış bir mübahisə sizi həddindən artıq stresə salır və siz 2-3 gün onun stresi içərisində qalırsınız. Və yaxud da ani baş verən situasiyalar, gözlənilməz hadisələr sizdə həddindən artıq stres yaradır. Və yaxud da evdə kimisə sizə nəsə deməsi sizdə stres yaradır. Yəni, hər insana görə bu dəyişir. Ona görə ki, bizim reaksiyalarımız fərqlidir. Beynimizin qavrama şəkli fərqlidir. Hər situasiyanı eyni şəkildə qavramır hər insan. İlk işimiz buna nəzarət etməkdir, bunu müəyyənləşdirməkdir. Daha sonra onu biz necə qazanmışıq, həmin reaksiyaları. Nə üçün kimsə mənim telefonumda, mənim mesajıma cavab yazmayanda mən özümü qəribə hiss edirəm və mən düşünürəm ki, o mənə yəqin ki, dəyər vermir, o məni saymır, o məni insan yerinə qoymur. Kimi fikirlər zehnimizdə yaranır. Bunun mənbəyini kəşf etmək lazımdır. İlk olaraq mən bunu harada hiss eləmişəm? Nə üçün belə bir reaksiya yaranıb? Bunun başqa bir alternativi ola bilər. Qınamaq, valideynləri günahlandırmaq və yaşadığımız situasiyalarda verdiyimiz reaksiyaların səbəbini onlarda axtarmaq məsələnin ilkin mərhələsini təşkil edir. Və burada əsas vacib olan odur ki, insan özünü günahlandırmır.
ilk növbədə özünü qınamır. Çünki biz özümüzü qınamağa başlasaq, ki, valideynlərimizin heç bir günahı yoxdur, hamısını biz özümüz etmişik. O zaman da insan ayağa qalxıb irəli addımlaya bilmir. Onda depressiya əlamətləri özünü göstərməyə başlayır zamanla. Yəni ilk növbədə işimiz budur ki, valideynlərimizin bizim həyatımızda rolunun olduğunu müəyyən edirik. Onların həqiqətən də yanlış davranışları olub və bu yanlış davranışlardan dolayı bizim beynimizdə yanlış inanclar formalaşıb. Bunu təyin etdikdən sonra dediyim kimi reaksiyalarımıza nəzarət etməyi öyrənirik. Reaksiyalarımıza nəzarət etmək əslində 3-cü mərhələdir. 2-ci mərhələdə biz insan ehtiyaclarını başa düşüb özümüzə o ehtiyaclarımızı qarşılamamız üçün dəstək olmalıyıq. Burada mənim özümün istifadə etdiyim bir terapiya metodu var, hansı ki türklərdə mod terapiyası gedir. Yəni siz özünüzə qarşı bir valideyn kimi davranırsınız. Valideyn rolunu götürürsünüz və özünüzə bir valideyn kimi davranmağa çalışırsınız. Valideyn olaraq davranmaq nə deməkdir? Bizim uşaq vaxtı valideynlərimiz ola bilər ki, özləri də fərqində olmadan bizə sevgi, diqqət göstərməyib və yaxud da onların göstərdiyi sevgi şəkli bizim xarakterimizə uyğun olmayıb. Biz artıq başlayırıq o valideynlərin yerində olmağa və özümüzə qarşı bir valideyn kimi davranmağa. Yəni sevgi göstərmək, təqdir etmək, özümüzü əyləndirmək, lazım gəlsə uşaq əyləncə mərkəzlərinə getmək. Bütün bunlar əslində bir çox insanlar üçün normal olmayan bir davranış kimi görülsə də, terapiya da çox effektivdir, çox vacibdir. Yəni sən artıq o uşaqlıqda hiss edilməyən, duyulmayan, səsi eşidilməyən bir uşağı eşitməyə başlayırsan və beynində bir tamlıq yaranır. Bundan sonraki mərhələ isə reaksiyaların dəyişdirilməsi mərhələsidir. Reaksiyaların dəyişdirilməsi nə deməkdir? Sən uşaq kimi verdiyin reaksiyaları stop eləyib böyük kimi anlamlandırmağa çalışırsan. Yəni reaksiyaların dəyişmək deyəndə o birinci mərhələdə hansı ki özünü kəşf etmişdin, harda yaralarının olduğunu təyin etmişdin. Səni stresə salan məqamlar nələrdir, bunu müəyyən etmişdin. Bax ki, iş yerində kiminsə sənə belə ötəri şəkildə baxması səndə dəyərsizlik hissini yaradırsa, demək ki, sən bunu nə vaxtsa yaşamısan və özünə dəyər verməyə başladığın an kiminsə sənə belə ötəri baxması, kiminsə sənə ağır söz deməsi artıq sənə təsir etməyəcək. Reaksiyalarını dəyişmək də həmin insanlara qarşı tutumunu başqa şəkildə etməkdir. Yəni o mənə belə yanakı baxırsa, göz süzdürürsə, birinci növbədə baxmaq lazımdır ki, bəlkə mənim beynim onu o şəkildə qavrayır. Əgər bu belədirsə, onda öz düşüncə xətalarımızı müəyyən etmək və bunun üzərində işləmək lazımdır. Yox, əgər həqiqətən də ətrafımızdakı insanlar bizə belə yan gözlə baxırsa, biz özümüzə dəyər verməyə başlamalıyıq. Biz özümüzə dəyər verdikdən sonra həmin o insanların da bizə münasibətinin dəyişdiyini fərqinə varacağıq. Bu sadə bir situasiyadır, amma həyatda hər bir situasiyaya bunu şamil edə bilərik. Mən düşünürəm ki, hər insan çox güclü bir potensiala malikdir. Amma bu potensialı üzə çıxarmağın əsas üsullarından biri də reaksiyalarımızı dəyişmək, əvvəldən bizə öyrədilmiş yanlış təcrübələrdən sıyrılıb çıxmaq, belə məcazi mənada desəm, lazımdır ki, siz öz həqiqi mənliyinizi tapasınız. Mən özüm də bu yolda addımlayıram. İnsan mürəkkəb bir varlıqdır və mən düşünürəm ki, bir ömür boyu özümü kəşf etməyə çalışsam belə son bir yola gedib çata bilmərəm. Amma nə qədər ki, həyatda yaşayıram, özümü kəşf etmə yolunda hər gün müəyyən addımlar atıram. Necə addımlar atıram? Bununla bağlı da əlavə bir video çəkməyimi istəyirsinizsə, şəxsi həyatımda nələr edirəm, günlük rutinim necədir? Burada açıqlama bölməsində yaza bilərsiniz. Mən də düşünürəm ki, istək çoxalarsa bununla bağlı bir video çəkim. Bəlkə sizin də köməyinizə yetə bilər. Videonu bura qədər izlədinsə, sənə təşəkkür edirəm. Videonun aşağı hissəsində izləyib izləməməyinlə bağlı bir rəy də yaza bilərsən. Digər videoları izləmək üçün kanalıma abunə ol. Bu paylaşımı bəyən. İstəsən dostlarınla bölüşə bilərsən. Növbəti videolarda görüşərik. Hələlik.